Herkese salam. Kanalımıza, videomuza hoş geldiniz. Necəsiz dostlar? Ümid edirik ki, yaxşısınız. Bugün biz keçən videoda Fantanın yeni dadını tanış olduq. İndi isə kolanın vanilli dadı var. Vanilla dadı var. Ona baxacağıq. Məncə qazsızdır. Məncə də. Çünki səs gəlmir, qaz səsi gəlmir. Həm də ki, Kola qazsız. What? biz bunu təzə görürük, hələ ilk dəfə görürük. Əslində eşitmişdim ki, vanilli kola var. Sonra dadına baxmamışdım və görünüşünü görməmişdim. Mən başa sokların dadı ilə maraqlanmıram. Amma yəni siz görə də bilərsiniz, dadına da baxa bilərsiniz. Biz amma ilk dəfə dadına baxırıq. Gəlin açaq. Aramızda Mən klasik dadlarını bilirəm. Oh! Qazlıdır. Qazlıdır, hə. What? O iyi, çox qəşəngdir. Konfet iyi gəlir. Kola rengindədir. Oo. Demin ki, adi koladır. Adi kola olsa tırlanarak yerimden. What? Diyan. Biraz da dökün, yox yapışdı. Biraz da dök bence. Teşekkür dostlar, adi kola olsa. Ayda. İnşallah ki dadlıdır. Fantan bəyənməmişdim, bunu bəyənmək istiyorum. Adi koladır. Biraz da dəyişikliyi var. Amma Biraz. yox, mənim çox xoşuma gəldi bu arada. Ben xoşuma gəlməm. Mən adi kolanı heç sevmirəm, həqiqətən sevmirəm. Bunu elə bir içəndə biraz adi kolanın dadını verir. Sonra kofe dadı gəlir. Hə. Mən kofe üçün ürəyim gedir, öyrəm mən kofe. Ben kofi ortada, çox əllə də bəlkə. Amma bunu içəndən sonra doğrudan vanil dadı gəlir biraz, amma azca. Ben çox az da xoşuma gəlmədi. Doğrudan, amma mən fantan bəyənməmişim, bunu çox bəyəndim. Kim dadına baxmayıbsa, almayıbsa, həqiqətən belə kofeli, vanilli dadları sevirsə, həqiqətən ala bilər. Çox qəşəngdir, mən çox sevirəm. Kim kolanı sevirsə, kofini də sevirsə, bu işlər alsın. Məncə də. Amma mənim kimi kolanı sevməyənlər, kofini çox sevənlər bunu da ala bilər. Çünki mən həqiqətən kolanı heç sevmirəm, amma bunu çox sevdim. Mən kolanı sevirəm, amma kofi ortada. Bir də bir şey deyəcəm. Mən bunu həqiqətən siz necə fikirləşmişdim? Acı kofelara belə südlü, vanilli belə dadlar gəlir. Mən fikirləşmişdim bu da qazsız olacaq. Yəni sok kimi olmayacaq da. Biraz qəribə başqa cür fikirləşmişdim. Amma Coca-Cola olduğuna görə qazlı oldu və Mən videoya baxaraq bildim ki, Coca-Cola dadı olacaq ondan biraz. Amma mən daha şey gördüm. Çünki rənginə də baxın. Rəngi də kofe rəngidir. Belə latte rəngidir. Bəli. Reklam. Videomu bəyəndinizsə, kanalımıza like atıb, abunə olub və şərhlərdə yazmağı unutmayın. Bir dəqiqə, mən kola deyimdən xoşuma gəlir kolada. Bunun arasından keçirir bu ucunu. Sağ olun Sağ olun dostlar. dostlar.